Arada bəzən deyirlər ki, qulaq zingildir, bəzən deyirlər sağdırsa yaxşı xəbər eşidəcəksiniz, soldursa belədir. Amma həkim, nevroloq bu haqda nə deyir? İstər sağ qulağın cingildəsin, istər sol qulağın cingildəsin. İstənilən halda qulaqda cingilti, səs bu daha çox yaşlı adamlarda gördüyümüz və getdikcə eşitmə sinirinin yaşlanmasına bağlı olaraq yaranan bir problemdir. Amma cavanlarda da görə bilərik. Cavanlarda səbəbləri çox vaxtı başqa olur. Məsələn, Menier xəstəliyində, miqren pasiyentlərinin özündə qulaqda cingilti ola bilər. Təzyiqi tez-tez qalxıb düşən pasiyentlərdə biz bunu görə bilərik. Yəni istənilən halda qulaq cingiltisi bir nevroloji problemdir. Rəna xanım, 30 yaşdan sonra xüsusilə diqqətsizlik və yaddaş zəifliyi bu normaldırmı? 30 yaşdan sonra diqqətimizin və yaddaşımızın zəifləməsinə xüsusilə əhəmiyyət verməliyik. Yəni yaşlı adamlarda bu senil demensiya dediyimiz, yəni yaşa bağlı olaraq yaddaşın azalması normal qəbul eləyə bilər. Amma 30 yaşdan başlayaraq yaddaş diqqət problemi yaşayırıqsa, bunu çox diqqətli araşdırmaq lazımdır. Çünki bunun əsas səbəbləri xroniki stres, burnout sindromu, yəni yorğunluq, beyin yorğunluğunun yaratdığı fəsadlardır. Əziz dostlar, əgər bu videoya baxdıqdan sonra düşündünüz ki, ən azı bu simptomlardan biri məndə varsa, zənnimcə artıq müraciət etməyin vaxtıdır. Çünki vaxtında insan öz sağlamlığının, səhhətinin üstünə düşməsə, sonra onun üstünə daha böyük bir yük düşə bilər. Həm sağlamlıq baxımından, həm də əlbəttə ki, büdcə baxımından.